Bugünkü cihazımız iPhone 15 Pro Max-dır. Müştəri əsəbləşib, divara çırpıb və bizə yaxınlaşıb ki, bərpa edək. Və biz bu prosesi qısa müddətdə görüb müştərimizə təhvil verəcəyik. Biz də bundan iş prosesini sonunda göstərəcəm. Müştəri istəyi ilə orijinal karkası qoyulacaq, satışın orijinal kaşkası qoyulur. Və üstündə GX ekranı bundan üstün bir ekran qoyulur. Bazı orijinal değil, GX-dən qat-qat üstündür. Açıldı, yox, diagnostik edirik, hər şeyi yoxlayıb, ondan sonra girməyə başlayır. Və su kesilməz bantları da arxaya bax yenilənəcək. Bizim iPhone 15 Max-ı seçdik, gördüyünüz kimi batarya deformasiya olub və partlayıb qıraqdan. Və biz bunu yeni bir batarya köçürtmə eləyəcəyik, boş bağlantıya. Və mikrosxemada daşıyandan sonra bildiriş falan olmayacaq, tek batarya dəyişir. Bizə verilən 15 Max tam olaraq hazırdır, görürsünüz. Artıq oturmuşuz, kantına kimi eləmin ekranı oturuşansı qaydasında. Su keçməz bantların hamısı yeniləndi, əvəz olundu. Müştərimizə xeyirli olsun, ömrünüz uğurlu olsun.